Salam, hər vaxtınız xeyir olsun. Mən Şəfəq müəllimə. Bugün ABC sınaq toplusundan 11-ci bölmə sınaq 2-nin izahına baxacağıq. Verilmiş fikirlərdən hansı doğrudur? Kök sistemi mildirsə, bitki mütləq toxumla çoxalıb fikri doğrudur. Çünki toxumla çoxaldılma zamanı toxumun rüşeym kökçüyündən əsas kök əmələ gəlmiş olur. Kök sistemi saçaqlıdırsa, bitki 100% toxumla çoxalıbdır. Biz bilirik ki, vegetativ çoxalma zamanı gövdənin şəkil dəyişməsindən, yarpaqla çoxalan zaman, gövdənin özü ilə çoxalan zaman, bu zaman əlavə kök və yan köklər əmələ gəldiyinə görə saçaqlı olur. Yəni, bu fikir doğru deyil. Toxumla çoxalan bitkidə kök sistemi mütləq mil olur. Toxumla biz soğanı çoxalda bilərik, orada əsas kök əmələ gələr və bir müddətdən sonra əsas kök inkişafdan qalar və onsuz da bilirik ki, soğanda kök sistemi saçaqlı olacaq. Buğda da həmçinin, yəni toxumla çoxaldarıq, əsas kökü çıxar, bir müddət inkişaf edər, bir müddətdən sonra inkişafdan qalar. Ona görə də bu fikir doğru deyil. Əsas kök olan bütün kök sistemləri mil olur. Yanlışdır. Elə bir saçaqlı kök sistemi ola bilər ki, onun içərisində əsas kök olar, sadəcə kənardan onu müşahidə etmək mümkün olmaz, saçaqlı görünər. Saçaqlı kök sistemində mütləq əsas kök olmur fikri yanlışdır. Ola da bilər, olmaya da bilər. Olar, kənardan müşahidə edə bilmərək kök sistemi saçaqlı görünər və yaxud da ki, olmaya da bilər, çünki bitki vegetativ yolla çoxaldılmış olar. Hansı bitkinin yarpağının damarlanmasına görə onun mənsub olduğu sinfi müəyyən etmək olmaz. Biz bilirik ki, örtülü toxumlar şöbəsi birləpəllər və ikiləpəllər sinfi olaraq iki yerə bölünür. Qarğagözü birləpəllər sinfinin nümayəndəsidir. Adətən birləpəllərdə paralel damarlanma və qövsvari damarlanmaya rast gəlinir. Qarğagözü isə öz sinifindən istisna olaraq belə deyək, torvari damarlanmaya malikdir. Herbaridə moruq, palıd, toz ağacı və lobya yarpaqları toplanmışdır. Bu arada moruq mürəkkəb üçər yarpaqdır, palıd sadə yarpaqdır, toz ağacı sadə, lobya isə mürəkkəb üçər yarpaqdır. Burada mürəkkəb olan yarpaqların sayı sadə yarpaqların sayından 2 dəfə azdır. Yəni, sadə yarpaqların sayı 2 dəfə çoxdur. Əgər biz moruğu x, hamısına x versək, sadə yarpaqlar digərlərindən 2 dəfə çoxdur. Burada mürəkkəb olan yarpaqların sayı, sayından 2 dəfə azdır. Əgər herbaridə sadə yarpaqların sayı 12 olarsa, sadə yarpaqlarımız palıd 2x, toz ağacı 2x, cəmsi 4x bərabərdir 12 olarsa, x bərabərdir 3. X-i 3 tapdıqsa, deməli, moruqdan 3, lobyadan 3 dənədir, çünki sadə x məchul ədədini tapdıq. Palıddan 6 ədəd, toz ağacıdan 6 ədəddir. Bizə lazımdır moruq və lobya. Cəmsi neçə dənə mürəkkəb yarpağa rast gəlinir? 6 dənə. Və mürəkkəb yarpaqlardakı yarpaqcıqların ümumi sayını tapın deyirsə, moruqdur, lobyadır. Bu kimi bitkilər 3-ər mürəkkəb yarpağa malik olduğuna görə 6 dənə mürəkkəb yarpağı 3 yarpaqcığa vururuq. Cəmi 18 dənə yarpaqcığın olduğunu tapırıq. 4-cü sualda boğumların sayı n olduğu halda yarpaqların sayı 2 n olan bitkiləri seçin. Təbii ki, bu qarşı-qarşıya düzülüşü istəyir bizdən. Qarşı-qarşıya düzülüş nanə, gicitikan, reyhan aiddir. 2, 3, 6 Y variantı. Ehtiyat qida maddəsi kökdə toplanır. Soğan gülü, georgində, deməli, əlavə və yan köklərdə ehtiyat qida maddəsi toplanmış olur. Yarpağın müəyyən sahəsində cəmi 500 hüceyrədə fotosintez prosesi gedir. Yarpaqda fotosintez prosesi sütunvaridə, pelus süngərvaridə, pelusdakı qapayıcı hüceyrələrdə getmiş olur. Və bunların ümumi sayının 500 olduğunu bildirir. Əgər bu sahədə 70 dənə ağızcıq olarsa, bir ağızcığın 2 dənə qapayıcı hüceyrəsi olduğundan qapayıcı hüceyrələrin sayı 140 ədəddir. 500-dən 140 çıxdıqda yerdə qalan 360 ədəd isə aiddir sütunvari və süngərvari toxumaya. Hansı bitkinin bütün nümayəndələrində 2 qat mayalanma getməz? Biz 2 evli bir cinsli bitki axtaracağıq ki, bəzi bitkilər erkək bitki ayrı, dişi bitki ayrı olsun. Erkək bitkinin üzərində bilirsiniz ki, mayalanma getmir, ancaq dişi bitkinin üzərində mayalanma gedəcək. Quzu qulağı bitkisi. Çiçəkdə hansının sayı dişiciyin sayından çox ola bilməz? Dişiciyin quruluşu ağızcıq, sütuncuq və yumurtalıqdan ibarətdir. Bu dişicikdir. Dişiciyin tərkibində yumurtalıq var. Yəni, bir dişiciyə bir yumurtalıq düşdüyünə görə mütləq şəkildə D variantı doğru gələcək. Uyğunsuzluğu müəyyən edin. Quşəbpəyi sadə salxımdır, doğrudur.
Bağ yarpağı sadə sümbül doğrudur. Zəncir otu səbət doğrudur. Yer kökü mürəkkəb çətir səhvdir, uyğunsuzluq dediyinə görə seçirik. 3 yarpaq yonca başçıq doğrudur. Hansı bitkinin vegetativ yolla çoxalması doğru göstərilməmişdir? Quşarmudu kök pöhrələrindən doğrudur, moruqdur, quşarmududur, ağcaqovaqdır, albalıdır, yasəməndir, kök pöhrələri ilə çoxalmış olur. Qaymaq çiçəyi çiyələklə bir yerdə bığcıqla çoxalır. Bənövşə, digərləri isə doğrudur. Aşağıdakı şəkil dəyişmənin bilirik ki, meyvə kök göstərilmişdir. Meyvə kök gövdənin aşağı hissəsi və əsas kökün şəkil dəyişməsindən əmələ gəlir və buna görə də biz gövdə və əsas kök seçəcəyik. Cavabımız olacaq 11-də C variantı. Həqiqi ölçüsü 0,2 mm olan cisim müasir işıq mikroskopunda maksimum neçə santimetr ölçüdə görünər? Baxıram ki, işıq mikroskopu 3600 dəfə böyüdür. 100-ə bölüb 100-ə vursam, 2-ni 36-ya vurduqda 72 millimetr tapıram. Amma bizdən santimetr istədiyinə görə 10-a bölərəm, bərabərdir. 7,2 santimetrə bərabər olacaq. Hansı bitkinin mürəkkəb yarpaqları şəkildəki kimidir? Təbii ki, lobyadır, çiyələkdir, moruqdur, böyür tikəndir. Birinci hissədə qabıq hissə göstərilmişdir. İkinci hissədə kombi-qatı göstərilmişdir. Üçüncü oduncaq, dördüncü isə özək qatıdır. İkinci törədici toxumaya aiddir. Kombi törədicidir, özü də yan meristemə aiddir. 3 rəqəmi ilə verilən borularda üzvü yox, qeyri-üzvü. Bizdən də doğru olmayan fikri istədiyinə görə cavabımız B variantıdır. Həqiqətən də 1 rəqəmi ilə verilən hissədə olan borular canlı hüceyrələrdən, floemi borulardır və canlı hüceyrələrdən təşkil olunubdur. 4 rəqəmi özək hissədir və əsas toxumanın ehtiyat toplayıcısına aiddir. 1 rəqəmi qabıq hissədir və orada floema liflərindən ibarət mexaniki toxuma yerləşmiş olur. Doğru cavabı tapın. Əmici tellər uzun ömürlüdür fikri yanlışdır. Əmici tellər 10-20 günə qədər yaşamış olur, yanlışdır. Torpaqdan üzvü yox, qeyri-üzvü olmalıdır, yanlışdır. Mexaniki toxuma hüceyrələrinin çıxıntısıdır, xeyir, örtük toxuması, yanlışdır. Yerləşən zonada tam formalaşmış borular olur, fikri doğrudur. Sorucu zonada tam formalaşmış borular olur. Hansı bitkidə yarpaq saplağı yoxdur? Təbii ki, yarpaq saplağı baxaq. Bəli, elə qərənfildir. Deməli, qərənfildir, kətandır, aloe, agava bu kimi bitkilərdə yarpaq saplağı yoxdur. Əksər bitkilərin yarpaq ayasında hansı toxumaya rast gəlinməz? Yadımızda saxlayaq ki, törədici toxumaya. Çünki borulu lifli damar dəstində mexaniki toxuma, üst və alt dəricikdə örtücü toxuma, borulu lifli damar dəstində ötürücü toxuma və orqanlar arası boşluğu əsas toxuma. Ən azından orada fotosintez edici, sütunvari, süngərvari toxumaya rast gəlinir. Vakus boş deməkdir, xromo rəng deməkdir. Okulus göz deməkdir, mikros kiçik deməkdir, obyektum cisim əşya deməkdir. Cədvələ əsasən X, Y, Z bitkilərini müvafiq olaraq seçin. Yəni bu növbəli düzlükdür, bu topalı düzlükdür, bu isə qarşı-qarşıya düzlükdür. Müvafiq olaraq seçin dediyinə görə baxıram ki, doğru deyil, toz ağacı, oleander, yasəmən. Cavabımız C variantıdır. Ağac gövdəsinin diametrinin artmasında əsas rolu təbii ki, kombi-qatı oynamış olur. Hər gövdədə bir dənə kombiyə rast gəlinir. Quru kütlələri bərabər olan, hansı ki x qram qədər quru kütlələrdir. Amma cəmi 70 litr su udmuşlar. Deməli, x noxud öz çəkisi qədər su udacaq, udduqları su. Darı 1/4 qədər, yəni 0,25 x qədər. Qarğıdalı isə 0,5 x qədər su udacaq. Bunları topladıqda 1,75 x bərabərdir 70 olur. Və buradan da x-i tapmaq üçün x bərabər 70-i bölün mən burada 70-i bölərik. Bəli, 70 bölünsün 1,75. Bəli, cavabımız 40 edir. Deməli, hər birinin quru kütləsi 40-a bərabərdir. Bu toxumların quru kütlələrinin cəmi neçə kiloqram olar deyərsə, 40-ı 3-ə vurarıq. 21-də D variantı 120 edər. Kökün bölünmə zonası haqqında hansı fikir yanlışdır? Bölünmə dedisə,
bölünmə zonası hüceyrələri iri nüvəllidir. Yəni törədici toxuma hüceyrələrindən gedir. Törədici toxuma hüceyrələri necə idi? İri nüvəllidir, canlıdır, nazik divarlıdır, xırdadır. İndi ona müvafiq cavab seçək. Hüceyrələri iri nüvəllidirmi? İri nüvəllidirdir. Cavandır. Uzunluğuna istiqaməti böyümə zonasını əmələ gətirir. Düzdür. Kökün uzunluğuna böyüməsini təmin edir. Düzdür. Tam formalaşmış ötürücü boruları vardır fikri zorucu zona və ötürücü zonaya aiddir. Ona görə yanlışdır. Çiçək qrupunun sxemi şəkildəki kimidir. Yəni şəkildə bizə sadə salxım çiçək qrupu göstərilmişdir. Da doğrusu sadə sümbül. Sadə salxım olması üçün belə olması gərəkirdi. Hərəsi növbəli şəkildə bir nöqtədə, ayrı-ayrı nöqtələrdən çıxmış şəkildə. Hal-hazırda şəkildə sadə sümbül göstərilib və bağ yarpağa aiddir. Hansı bitkinin çiçək qrupu göstərilməmişdir? Baxın, armud qalxandır. Albalı, bu bilirik ki, çətir çiçək qrupudur, çətir. Bu sadə salxım çiçək qrupudur. Bu isə qalxan çiçək qrupudur. Baxaq görək. Armud dedik ki, qalxandır. Albalı, çətir, yemişan, qalxan, primula, çətir, astara isə səbətdir. Ona görə C-dir 24-də. 25. Hansı bitkinin zoğunun en qədər boğumunda minimum 3 en qədər yarpaq olar? Yəni, bizdən oleandır, qarğagözü soruşulur. Topalı düzlük, cavab C variantı. Noxud, darı, qarğıdalı bitkilər cücərdilərkən cəmi 210 litr su udmuşlar. Darı toxumları qarğıdalı toxumlarından, noxud toxumları isə darı toxumlarından 2 dəfə çox su udmuşdur. Əgər biz qarğıdalı toxumlarını x götürsək, darı toxumlarını 2x götürərəm. Noxud da darı toxumlarından 2 dəfə çox su udubsa, bunu da 4x götürərəm. Yaxşı, bu qədər su udubsa, suyun ümumi litri də 210 litr verilibdir. 2x, 4x, x-in cəmi, hər üçünün cəmi 7x qədər su udubdur ki, bu da 210 litrə bərabərdir. Və biz buradan x-i taparıq ki, 30-a bərabərdir. Yəni, x-imiz, məchul ədədimiz 30-a bərabərdir. İndi bizə deyir ki, birləpəli toxumların cücərməzdən əvvəlki kütlələri neçə kiloqram olmuşdur? Cücərməzdən əvvəl deyirsə və birləpəli soruşulursa, biz burada noxuddan istifadə etməyəcəyik. Qarğıdalı x, darı 2x bundan istifadə edəcəyik. Biz bilirik ki, darı udduğu su öz çəkisinin 1/4-idir. Deməli, darının özünün əvvəlki kütləsi, quru kütləsi 8x imiş. Qarğıdalı da özünün yarısı qədər suudur. Yəni, özü quru kütləsi, çəkisi 2x imiş. 2x-in üstünə 8x gəldikdə bizə 10x-i tapmaq tələb olunur. Onu vuraram 30-a, çünki məchul ədədi 30 tapmışdıq. Cavabımız edər 300. 27. Zəncirotu, turp, noxud. Hansı mülahizə verilən bitkilərin meyvə tiplərinin hər birinə aid etmək olar? Meyvə ləti quru olur. Bəli, bu hər birinə zəncirotu toxumca meyvədir. Turp buynuz meyvədir. Noxud paxla meyvədir. Meyvə ləti quru olur. Fikir üçünə də aiddir. Sonra toxum qabığı qalındır. Zəncirotuna aid deyil. Meyvə yanlığı toxum cücərərkən dağılır. Zəncirotuya yalnız aiddir. Çox toxumlu meyvədir. Turpla noxuda aiddir. Toxum qabığı nazikdir. Zəncirotuya aiddir. 28. Yarpağın sütunvari və süngərvari toxumalı hüceyrələri hansı toxumaya aiddir? Təbii ki, əsas toxumanın fotosintez edici toxumasına aiddir. Ərik bitkisinin çiçək formuna baxaraq hansı fikri bildirmək olmur? Təbii ki, əriyə baxdıqda ərik gülçiçəklər fəsləsinə aiddir və gülçiçəklər fəsləsində K5, L5, Y sonsuz, D1 olduğunu bilirik. İki cinsli çiçəyə malikdir. Bəli, həm erkəkciyi, həm dişiciyi var. Dişiciyi varsa, deməli meyvə də əmələ gətirə bilər. Kasası ləçəyi, erkəkciyi, dişiciyi varsa, demək ki, tam çiçəkdir.
Kasası ləçəyi varsa ilk qat çiçək yanındadır. Amma çiçəyin əsas hissələri çiçək yatağının üzərindədir fikrini biz çiçək formuna ümumi baxaraq deyə bilmərik. Həmçinin ərik bitkisinin çiçək yatağı kasa şəkillidir və çiçəyin hissələri demək olar ki, kənarında yerləşir. Şəkildə təcrübədə gövdədə şişkinlik yaranmasının səbəbi və şişkin olan yerdən çıxan köklərin bilavasitə növü hansı cavabda doğru göstərilibdir. Şəklə diqqətlə fikir versək, qabıq hissənin halqa şəklində kəsilib çıxarıldığını görürük. Və xatırlayaq ki, qabıq hissəsində floema boruları, canlı borular yerləşir. Həmin borular yaşıl yarpaqlarda əmələ gələn üzüm maddələri yarpaqdan şaquli istiqamətdə aşağıya kökə doğru daşınmasında iştirak etmiş olur və qabığı halqa şəklində çıxarılıbsa, deməli yuxarı hissədən aşağı hissəyə üzüm maddənin daşınmasının qarşısı alınıbdır. Və bu hissədə şişkinliyin əmələ gəlməsinin səbəbi odur ki, üzüm maddələr toplanıb və nəticədə gövdə mənşəli olduğuna görə oradan əlavə köklər çıxmışdır. Bu zamanda üzüm maddələrin toplanması və əlavə köklər olacaq cavabımız. Toxumdan inkişaf edən bitkinin toxumdan inkişaf edibsə, mütləq bir dənə əsas kökü var. Bitkinin gövdəsinə bitişik deyirsə, əsas və plus əlavədən söhbət gedir. Çünki əsasla əlavə gövdəyə bitişik olan köklərdir. Sayının cəmi n-dir. Deməli, bir dənə əsas kökümüz varsa, əsasla əlavənin cəmi əgər n-dirsə, deməli, n-çıx bir qədər əlavə kökümüz var. Və sonra bizə deyir ki, bu bitkidə yan köklərin cəmi əlavə köklərin cəmindən 3 dəfə çox olarsa, yan kökümüz əlavə n-1-dən 3 dəfə çox 3n-1 yan kök olacaq. 3 dəfə çox olarsa, kök sistemində olan kök üsküklərinin cəmini tapın. Biz bilirik ki, kök üsküyü bütün kök növlərində var. Və bir əsasın üstünə n-1 əlavəni 3n-1 yanı gəliriksək, 4n olacaq 4n, bir dəqiqə n-1-i 3-ə vurduqda mən yazmışam 3n-1, burada 3n-3 olmalıdır. Çünki hər ikisini də vurmalıyıq 3-ə. Yəni 3 vurulsun n-1-də, n-1-də mötərizəni açdıqda 3 1-ə də vurulmalıdır. İndi baxaq. 3n-3 üstə gəlsin n-1 üstə gəlsin 1. Bu 1-nə -1 ixtisar gedər, bərabərdir 4n çıxılsın 3. Cavabımız Y variantıdır. Şəklə əsasən verilən bitkilərdən hansı doğrudur? Birinci şəklə baxanda görürük ki, floema borusudur. İkinci şəklə baxanda görürük ki, ksilema borusudur. Hardan bildik? Ələk kimi dəlmə deşikdir. Və floema canlı hüceyrələrdən ibarətdir, ksilema ölü hüceyrələrdən ibarətdir. 2. Baxaq indi cavablara. Birincidə deyilir ki, yəni 2. Ksilema boruları gövdənin qabıq qatında yerləşir. Xeyr, oduncaq qatında yerləşir. Bu səhvdir. 1. Yəni floema borular gövdənin qabıq qatında yerləşir. Bu fikir doğrudur. Floema borular qabıqda yerləşir. 2. Yəni ksilema boruları ilə qeyri-üzvü maddələr hərəkət edir. Bu doğrudur. Ksilema boruları oduncaqda yerləşir. Kökdən şaquli vəziyyətdə yarpağa doğru, daha doğrusu qeyri-üzvü maddələrin su və mineral duzları yuxarıya doğru daşıyaraq fotosintez prosesində istifadə olunur. Deməli, 2 aid fikir 3-cü cavabda doğrudur. 1. Yəni floema boruları canlı hüceyrələrdən təşkil olunmuşdur. Doğrudur. Sonra 2. Yəni ksilema boruları ilə üzvü maddələr hərəkət edə bilər deyir. Bəli, bilər. Erkən yazda biz bilirik ki, yuxarıdan aşağıya doğru ksilema boruları ilə üzvü maddələr də daşına bilir. Ümumiyyətlə, yeni dərsliklərdə də ksilema borularında həm qeyri-üzvü maddələrin, həm də üzvü maddələrin daşındığı göstərilmişdir. Cavabımız olacaq D variantı. 33. Əksər yarpaqların ayasında hansı toxuma qrupu olmur? Təbii ki, borulu lifli damar dəstində mexaniki toxumaya rast gəlinir. Borulu damar dəstində ötürücü floema və ksilema borularına, üst dəricik, alt dəricik örtücü toxumaya, sütunvari, süngərvari isə əsas toxum olduğuna görə C variantı törədici toxumaya rast gəlinmir. Quru kütlələri bərabər olan, yəni noxud da, darı da, qarğıdalı da hamısının quru kütlələri X-a, məhsul ədədə bərabərdir. Cücərərkən cəmi 105 qram su udmuşdur.
Əgər quru kütlələr eynidirsə, amma bunların udduqları su fərqlidir. Çünki fərqli nisbətdə sular udurlar. Noxud elə özü qədər su udur. Darı 1/4 0,25 x qədər su udur. Qarğıdalı isə 0,5, yəni yarısı qədər su udmuş olur. Bunların cəmi 105-ə bərabərdir. Yəni x üstəgəl 0,25x üstəgəl 0,5x bərabərdir 1,75x-a. 1,75x-imizi 105-ə bərabər edərsək, x da bərabərdir hesablasaz görəcəksiniz ki, məhsul ədədimiz 60-a bərabərdir. Noxud toxumlarının su ilə birlikdə çəkisi neçə qram olar? Məhsul ədədi 60 tapdıqsa, elə özü qədər də su udursa 120-yə bərabərdir. Cavabımız A variantıdır. Hansı bitkinin tozlanmasında abiotik amil rol oynayır? Abiotik amil, bax, noxud öz-özünə tozlanır, buğda da həmçinin. Xaşxaş və yecə çiçəyinin tozlanmasında həşəratlar iştirak etmiş olur. Palıdda abiotik amil olan külək, hava iştirak etmiş olur. Meyvə yandığı şirəli olub, xaricdən nazik dəriciklə örtülür. Meyvə içərisində adətən çoxlu toxumu olur. Bu söhbət gilə meyvə haqqında getdiyindən, gilə meyvəyə rast gəlinən pomidor bitkisində gedəcək. A nədir? A dəricikdir. Dəricik, yəni üst dəricikdir. D nədir? Qapayıcı hüceyrələrdir. C süngərvari toxumadır. B sütunvari toxumadır. E isə borulu, lifli damar dəstidir. Bir də təbii ki, örtük toxumasına aiddir. Qapayıcı hüceyrələrlə üst dəricik, yəni A ilə D aiddir. Əsas toxumaya aiddir. Sütunvari toxuma və süngərvari toxuma, yəni B ilə C aiddir. Borulu, lifli damar dəstinə aiddir. Y 1AD, 2BC, 3Y A variantıdır. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Kalium gübrəsi, fosfor gübrəsi mineral gübrələrə aiddir. İkisi də çiçək açmanı sürətləndirir. Fosfor soyuğa davamlılığı artırır. Hər ikisi də quraqlığa davamı artırır. Kalium gübrəsi kök yumrularının böyüməsini gücləndirir. 5. Birincidə 4-5, ikincidə 2, üçüncüdə isə 1-3. A variantı. Əgər yemişan bitkisinin çiçək qrupunda olan yemişan bitkisi necədir? Deməli, çiçəklərin boy səviyyələri eynidir. Ancaq çiçək saplaqları müxtəlif uzunluqlardadır. Amma boy səviyyələri, boyları eyni səviyyədədir. Əgər biz bunun hər bir çiçəyinin saplağını eyni uzunluqda etsək, alınacaq qalxandan sadə salxım. Sadə salxım da bağayarpağında rast gəlindiyindən, yox, sadə sümbüldür burada, sadə sümbül. Sadə sümbüldə belə olur. Yəni, saplaqsız olur, saplaqsız və növbəli şəkildə yerləşmiş olur. Üzərində növbəli şəkildə yerləşir. Yəni, bu düzgün deyil. Bir dənə düzəldək. Aha, burada bağayarpağı deyil. Bağayarpağı yanlışdır. Baxırıq, armud qalxandır. Turpda isə sadə salxım olduğunu bilirik. Albalda çətir çiçək qrupudur. Yoncada başçıq, bağayarpağında isə bayaq dediyimiz kimi sadə sümbüldür. Cavabımız C variantıdır. Üzərində yarpaq olan zoğ kəsilərək rəngli məhlula qoyulur. Bir neçə gün sonra zoğ məhluldan çıxarılır. Eninə və uzununa kəsiyi müşahidə ediləndə aşağıdakı nəticə meydana çıxır. Baxırıq ki, gövdənin eninə, uzununa kəsiklər aparılmış və növbəti dəfədə şəkil başqa rəngdə görünmüşdür. Təbii ki, burada özdə rəngli suyun içərisində qoyulduğuna görə belə bir nəticə çıxarırıq ki, bitkinin oduncaq hissəsi rəngləndiyinə görə burada nəticə ksilema boruları ilə su və qeyri-üzv maddələri, yəni su və mineral duzlar daşınır. Bu da oduncaq hissənin çəhrayı rəngə boyanmasına səbəb olur. Fikir verirsinizsə, özək hissəsi sarı olaraq qalıbdır. Qabıq hissə necə rəngdədirsə o şəkildə qalıbdır. Amma orta hissə artıq rənglənibdir. Çünki ksilema boruları oduncağın ilik halqalarında yerləşir və rənglənmiş su da həmin hissə ilə şaquli vəziyyətdə aşağıdan yuxarıya doğru qalxmış olur. Burada cavabımız qeyri-üzv maddələrin gövdədə hərəkət etdiyi boruları müşahidə etmək. Cavabımız D variantı olacaq. Bu su necə hərəkət edəcək? Kökü də yoxdur. Yarpağın sorucu qüvvəsi dəstək olaraqdan suyu aşağıdan yuxarıya doğru çəkməyə məcbur edəcək.